İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilən əməliyyat axtarış tədbirləri ilə 198, o cümlədən 152 insan alveri, eləcə də insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən edilib. Milli Məclisin İnsan Hüquqları, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin birgə iclası zamanı Milli Məclis sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə aparılan islahatlar nəticəsində bu sahədə ciddi irəliləyişlər əldə olunub. O fikri də biz hər zaman vurulayırıq ki, insan alverinə qarşı mübarizə bir tək hüquq mühafizə problemi deyil, o daha çox iqtisadi, sosial problemlərdir və onun qarşısını almaqdan ötürü Daxillər Nazirliyi, Milli Koordinator çox düzgün bir yol seçib. Biz uzun illərdir müşahidə edirik ki, bütün dövlət orqanları ilə, o cümlədən vətəndaş cəmiyyəti ilə çox səmərəli əməkdaşlıq mühiti yaradılmışdır və onun nəticələri hesab edirəm ki, 2025-ci ildə daha aydın göstərilir. Statistika göstərir ki, insan alveri qurbanlarının sayı ciddi şəkildə azalıb 2025-ci ildə. Onu da vurulamaq istəyirəm ki, Azərbaycan hüquq sistemi bu qəbildən olan cinayətkarlara qarşı barışmaz mövqe nümayiş etdirir. Məhkum olunan şəxslər əsas etibarilə azadlıqdan məhrum etmə növündə məhkum olunublar. Bu da həm də bir iradəni nümayiş etdirir. Mənim yeganə Zahid müəllim, statistikanı siz də söylədiniz, yəni 2025-ci illə müqayisədə son 4 il, yəni 2020-2020-ci illər ərzində cinayətkarlığın artımı dinamikası müşahidə olunur bu sahədə, amma 2025-də çox ciddi nəticələr əldə olunur. İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc isə qeyd etdi ki, Azərbaycan dünyada insan alverinə qarşı institusional mexanizmlər, təşkilatlanma və milli fəaliyyət planları hazırlayan ilk ölkələrdəndir. 2025-ci ildə insan alveri qurbanlarının coğrafiyasına nəzər saldıqda 72%-nin Türkiyədə, yenə də təəssüflər olsun, 22%-nin Birləşmiş Ərəb Əmirliklərində, 6%-nin isə Pakistanda istismara məruz qaldığı müəyyən olunub. Göstəricilər bir daha təsdiq edir ki, insan alveri əsasən ölkə hüdudlarından kənarda baş verən transmilli cinayətdir. Bundan sonraki 152 qaynar xəttə edilən müraciətlərin 10.490 sayı, sığınacaqlarda yerləşmə, 700 manatlıq verilən müavinətin və o cümlədən digər hüquqi yardımlar üzərində geniş dayanmaq istəmirəm. Qeyd edək ki, insan alveri cinayətlərinin 97%-i açılıb. 6 şəxs ətrafında keçirilən əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. Həmin hüquqa zidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb, 8 cinayət işi üzrə 10 şəxs təqsirləndirilən qismində cəlb olunub. 12 nəfər məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən 14 insan alverçisi azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.